gələcək atamanam qurban olsun həmən Nubiyə kənizindən doğulan şəxsə. Bəziləri ehtimal eləyiblər ki, söhbət bu hədisdə İmam Zaman əleyhissalamadır, amma təhlilçilər deyirlər yox. Çünki İmam Zaman əleyhissalamın anası Romalı idi. İtalyan idi, Romalı idi. Onun Nubiyə ilə nə əlaqəsi var? Nubiyədən doğulan, kənizdən doğulan ancaq İmam Zavad əleyhissalam. Ona görə böyük ehtimal ki, 99% Peyğəmbərin məqsədi İmam Zaman əleyhissalam yox, İmam Zavad əleyhissalam idi. Xülasə qaydaq bəhsimizə. İmam Zavad əleyhissalam 17 illik imaməti dövründə çoxlu işlər gördü, qeyd elədik. Əvvələn Həzrətin doğuluşu, bir dəfə də bu məsələyə işarə eləmişdim. Həzrətin doğuluşu böyük bir fitnənin qabağını aldı. Nə idi o fitnə? O fitnə Vaqifilərin fitnəsi idi. Çünki Vaqifilər İmam Kazım əleyhissalamın ölümündən sonra İmam Rıza əleyhissalamın imamətin qəbul etmədilər və iddiaları da bu idi ki,